Hamınızdan üzr istəyirəm. Belə böyük danışmaq kimi çıxmasın. Birdən deyərsiniz ki, bu hardan çıxdı, ağıl verən oldu. Üzr istəyirəm hamınızdan. Bu ərəblər, digər əcnəbilər gəlib bizim şəhidlər xiyabanını gəzərkən elədiyi yersiz hərəkətləri video çəkib qeyd edirlər və onun nəticəsində də həbs olunurlar, cəza yeyirlər, söyüş yeyirlər. Çünki onlar fərqində olmur ki, şəhidlər bizim üçün kimdir. Bəlkə o öz ölkəsində şəhidinin bilmir heç hörmətini. Biz burada adi Məhərrəm ayında 52 gün yas saxlayırıq. Ərəb 7-ci gün aşurəsini pişirir, qutarır söhbət. Düzdür, pis başa düşməyin ha. Nəysə artıq əskiklə danışsam, yəni bilin ki, bilərəkdən eləmirəm, xoş niyyətimdən deyirəm. Bu mümkündür də, Amerikanlı bəlkə öz şəhidinə hörmət eləmir. Bizdə qəhrəman var, Amerikada qəhrəman yoxdur. Amerikada onun peşəsidir. Peşəsi zamanı ölüm də ola bilər, itim də ola bilər. Silah tutmaq onun peşəsidir. Bizdə amma deyirik ki, bu getdi, şəhid oldu vətən yolunda, vətən uğrunda. Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir diləyirəm. Bu şəhidlər xiyabanının qabağında böyük, hörmətli bir plakat asmaq olar da ki, Azərbaycan şəhidlərindən sayğı ilə. Hətta dress code elan olunsun orada. Şəhidlər xiyabanına girəndə xanımların baş örtüsü tələb olunsun. Yox, sözsüz ki, hər yer Allahın altıdır. Amma hər yerə getməyin də bir ədəbi var. Çöldə baş açıq otururuq, məscidə gəndə başımıza bir yaylıq örtürük. Doğrudurmu? İndi adama deyərlər ki, ora Allahın altıdır, bura haradır bəs? Yox, hər yerə getməyin ədəbi var. Qoy orada getməyin bir ədəbi olsun, olmaz? Qəşəng ora İngilis dilində, nə bilim neçə dildə, tərcüməli şəkildə, hətta Çin dilində yazın vurun ki, Azərbaycan şəhidlərinin xiyabanına girmək üçün sizə dress code nəzərdə tutulub. Baş örtünüz olsun, sayğınız olsun, girəndə bir əskər salamı verin, bir dərin hüzünlə baş əyin. Bu ölkəyə gəlmişsinizsə, bu ölkənin şəhidlərinə hörmət qoyun. Bunu ora yazın, hamı tərbiyəli olacaq deyə bir qanun yoxdur. Dünya tərbiyəli ilə dolu deyil, dünya tərbiyəsizlə doludur. İndi bu hər tərbiyəsiz də gətirib türməyə salanda da deyəcəklər ki, o ölkə problemli ölkədir qıraqdan. Biz turist cəlb eləməliyik, yoxsa turist qovmalıyıq. Turist cəlb eləməliyik təbii ki. Özümüz də xarici ölkə gedəndə elə hərəkətlər bəzən edirik, bilmirik ki, bu ölkədə yasaqdır.